Azərbaycanda da rayon və kənd yollarında tez-tez belə hadisələr baş verir və heç də həmişə sürücü günahkar deyil. Bizdə belə bir düşüncə var ki, sürücü əgər malqaranı vurdusa günahkardır. Belə deyil. Yol hərəkəti haqqında qanunun 39-cu və 47-ci maddələri müəyyən eləyir ki, malqaranı yolun hərəkət hissəsindən və yaxud da dəmir yol keçidlərindən hansı halda, necə və hardan keçirtmək lazımdır. Bunlar açıq-aşkar qeyd olunur. Əgər icazə verilən yerdən keçirtmirsənsə sən malqaranı və icazə verilməyən şəkildə keçirdirsənsə, bu halda İnzibati Xətalar Məcəlləsinə əsasən 80 manat məbləğində cərimə nəzərdə tutulur. Əgər bu halda sən icazə verilməyən yerdən keçirdirsənsə və hadisə baş verirsə, bu hadisə baş verəndə sənin artıq cərimən 80 manat olmur. 100 manatdan 150 manatadək cərimə nəzərdə tutulur. Belə. Yol hərəkəti haqqında qanunun 47-ci maddəsinin 5-ci hissəsini atıram bura. Baxın, icazə verilən yerdən keçirdirsənsə, tutaq ki, nişan quraşdırılıb ki, burada malqaranı keçirmək olar. Bu şəkildə belə malqaranı dəmir yol xəttinin üstündən keçirdəndə, görsüz yazıb və ya yolun hərəkət hissəsindən keçirdəndə sürü malqara otaranların, ötürənlərin sayı nəzərdə alınmaqla keçirilməlidir. Misal üçün 20 heyvanı bir adam təhlükəsiz şəkildə keçirdə bilməz. Ona görə də ona kömək lazımdır ki, misal üçün 5-5 keçirsin, 10-10 keçirsin, təhlükəsiz şəkildə keçirsin. Belə. Əgər sən icazə verilməyən yerdən və yaxud icazə verilməyən şəkildə malqaranı yoldan keçirdirsənsə, bu halda hadisə baş verirsə, zərər dəyirsə, bu videoda görürsünüz də motosikletə zərər dəyir və yaxud da və eyni zamanda sürücüyə xəsarət alır, sürücüyə ziyan dəyir. Bu həm sürücünün, həm motosikletçinin dəymiş o zərəri, ziyanı var ha, malqara sahibi ödəməyə borcludur. Mülki Məcəllənin 1110-cu maddəsi bunu da belə müəyyənləşdirir, açıq-aydın qeyd eləyir.